sual toplaya bu il əlavə olunan suallardan biridir. İlk olaraq bildiyimiz qaydadan davam eləsək, Y variantında out'un to'su yoxdur, bunu silirik. B variantında isə should'dan sonra to işlənməz, bunu da silirik. Və əlimizdə A, C, D variantları qalır. Və bu yeni quruluş C və D variantlarında gördüyümüz should have quruluşudur. Şablon belədir ki, biz should'dan sonra məhz have işlədə bilərik. Should üstəgəl have olar. Amma bunun davamında məhz bir dənə də feilin verb 3 formasından istifadə olunmalıdır. Və bunun tərcüməsi bir növ Azərbaycan dilinə kaş edəydim, inkarda olanda isə kaş etməyəydim kimi tərcümə olunur. Və bu cümləyə baxsaq, I think Tom gave me very useful help. Mən fikirləşirəm ki, Tom mənə çox faydalı bir kömək eləmişdi. Və davamında da deyir ki, kaş I should have accepted it. Kaş mən onu qəbul edərdim. Doğru cavab məhz burada D variantı olur. Həm də bir məntiqlə də diqqət etsəz A variantı inkar cavabdır, C variantı inkar cavabdır, D variantı isə təsdiq cavabdır. 2 inkar, 1 təsdiq məntiqi ilə də məhz D variantını doğru cavab kimi götürə bilərdiniz. Yenə də bu strukturu yadınızda saxlayın, çünki əlavə olunan yeni bir mövzudur deyə düşmə ehtimalı da ola bilər.